Salam, mən İmanov Amid. Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsiyəm. Təhsildə göstərdiyim fəallıq və nizam-intizamlı davamiyyəti nəzərə alınaraq mənə adlı təqaüdün verilməsi qərarı alınıb. Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və Nizami Rayon Həmkarlar İttifaqı Komitəsinə təşəkkürümü bildirirəm. Əziz gənclər, sizi və tələbə ilk Həmkarlar İttifaqı Komitəsinə qoşulmağı dəvət edirəm. Salam, mən Gülnar Əsgərzadə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıram. Təhsil prosesində göstərdiyim məsuliyyət və fəaliyyət nəticəsində mənə adlı təqaüd təyin olunub. Bu etimada görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və Nizami Rayon Həmkarlar İttifaqı Komitəsinə səmimi təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edərək bütün gəncləri tələbə ilk Həmkarlar İttifaqı Komitəsinə qoşulmağa dəvət edirəm. Mən Nəzəf Ortural, Texnika və Texnologiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsiyəm. 8-10 sentyabr tarixlərində Nabran Təhsil İstirahət Mərkəzində təşkil olmuş yay düşərgəsində iştirak etmişəm. Qeyd edim ki, mən ilk tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvüyəm. Düşərgənin yüksək səviyyədə təşkili üçün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına öz təşəkkürümü bildirirəm. Əziz tələbələr, sizləri ilk tələbə Həmkarlar İttifaqı Komitəsinə üzv olmağa dəvət edirəm. Mən Tərlan Qasımova, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən təhsil alıram. 8-13 sentyabr tarixlərində Nabran Təhsil İstirahət Mərkəzində təşkil olunmuş yay düşərgəsində iştirak etmişəm. Qeyd edim ki, ilk tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvüyəm. Düşərgənin təşkili, iştirakçılar üçün yaradılmış şərait və istirahət zamanı verilən şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və Nizami Rayon Həmkarlar İttifaqı Komitəsinə dərin təşəkkürlərimi bildirirəm. Əziz gənclər, sizləri ilk tələbə Həmkarlar İttifaqı Komitəsinə üzv olmaq dəvət edirəm. Mən Əsgərzadə Anil, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsiyəm və ilk tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvüyəm. Bu təşəbbüs Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tələbələrə olan diqqət və qayğısını açıq şəkildə nümayiş etdirir. Mən Dadaş Şeydayev, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsiyəm. Eyni zamanda ilk tələbə Həmkarlar İttifaqı Komitəsinin sədriyəm. Əziz gənclər, sizləri ilk tələbə Həmkarlar İttifaqı Komitəsinə qoşulmağa dəvət edirəm. Komitə üzvləri üçün interaktiv komanda toplantıları, istirahət və sosial hüquqların qorunması, asudə vaxtın səmərəli təşkili və şəxsi inkişaf imkanları yaradılır.